Ramazana hazırlıq baxımından qəlb əməllərini doğrultmaq və qəlbi qəlb əməlləri ilə təmir etmək lazımdır ki, insan Ramazan ayına daha yaxşı girə bilsin və daha yaxşı faydalana bilsin. Və qəlb əməllərindən biri də Allah haqqında, Allahu Cəllə Cəlaluhu haqqında gözəl zəndə olmaqdır. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm 23 il ərzində bu dəvətin yükünü daşımışdır. Və bu illər ərzində bəlalar, çoxlu şiddətlər görmüşdür, imtihanlar və bunlardan biri də qövmünün ona əziyyət verməsi, qövmünün onu təkzib etməsi və sahabələrinə əzab vermələri və həmçinin əmisi Abu Talibin və yoldaşı möminlərin anası Xədicə radiyallahu anhənin ölməsi, hətta həmən ili hüzn ilə adlanmışdır. Və Uhud döyüşü, Xəndək döyüşü və həmçinin İfk hadisəsi, yəni böhtan hadisələri və digər hadisələr. Və bu kimi şiddətli, ağrıdıcı anlara baxmayaraq və bunların içərisində yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bu mübarək dəvətində keçdiyi yollardan ən çətini qeyd olunacaqdır və bu da bu barədə bizə rəvayət edir anamız Aişə radiyallahu anhə və bu böyük hadisəni Heythu innəha vüccət hədə sual Rasulillahi sallallahu aleyhi və səlləm, yəni belə ki, bu sual Peyğəmbər sallallahu aleyhi və səlləmə yönəldilmişdir və deyir ki, ya Rasulallah, həl ətə aleykə yevmun kənə əşəddə min yevmi Uhudin. Ey Allahın Rasulü, yəni Ayşə anamız Peyğəmbər sallallahu aleyhi və səlləm sual verir ki, yəni Uhud günündən daha şiddətli bir gün sənə gəlmişdirmi? Qalə ləqad ləqiytu min qavmikə mə ləqiyt. Və deyir ki, sənin qövmündən mən gördüklərimi gördüm. Və kənə əşəddu mə ləqiytu minhum yevməl aqabə. Və onlardan gördüyüm işlər içərisində ən şiddətli olanı Aqabə günü idi. Yəni burada Aqabə deyildiği zaman Minada hansı daş atılan yer Aqabə adlanır. Və bəziləri isə deyir ki, bu Taifdə olan xüsusi bir yerdir. Və çünki daha yaxın olan da bu görsəni Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə görə orada sözü keçir. İd aradtu nəfsi alə ibni abdi yəliyəl min abdi kuləl. Yəni özünü Taifdə yəni qohumlarına ərz edir dəvəti. Fələm yücibni ilə mə aradtu. Mənim istədiyimə onlar cavab vermirlər, qəbul etmirlər. Fəntalaqtu və ənə məhmumun alə vəcihi. Mən fikirli olduğum halda, qəm, qüssəli halda yönəldim. Üz tutdum. Fələm əstəfiq illə bi qarni səalib. Yalnız qarn-ı səalib deyilən yerdə ayıldım. Yəni bu son cümləni yaxşı düşünək. Deyir ki, mən çox dərdli, üzüntülü olduğum halda yola düşdüm. Qarn-ı səalib deyilən yerdə özümə gəldim. Yəni bu cümlə həqiqətən Peyğəmbər sallallahu aleyhi və səlləmə yəni üz verən bəlanın nə qədər şiddətli olmasını bildirir. Nə qədər onu əhatə etmişdir ki.
və onu ətrafında olanlardan yayındırmışdır. Yəni ona qədər olanları xatırlamır. Və Qarnus Səalib deyilən yerdə ayıldım və indiki vaxt ora Əs-Seylul Kəbir deyilir, indiki adı. Rəğmə ənəhu a'zamun nəs sabra. Yəni baxmayaraq ki, Peyğəmbər sallallahu əleyhi və səlləm insanlar içərisində səbri ən böyük olan və Allahdan ən çox savab gözləyən, ihtisab edən idi və qəlbi Allaha ən çox bağlı olan və həmçinin daha qüvvətli, daha dözümlü birisi idi. Amma deyir ki, günlər içərisində ən şiddətli keçən gün Aqabə günü idi. Çünki bu günlərdə bir neçə iş cəm olmuşdur. Onlardan birincisi, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvətini rədd etmişlər, qəbul etməmişlər, iman gətirməmişlər və Peyğəmbər sallallahu aleyhi və səlləmin təmiz nəfsinə ağır gələn bir iş idi. Allah Teala Şuara surəsində buyurur ki, لَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ. Yəni onlar iman gətirməyəcəklər deyə sən özünü mü həlak edəcəksən? Və ikinci isə, bu daha çox düşünməyi tələb edir. Allah Teala Məkkəni haram bölgə etmişdir. Yəni hansı ki, o bölgədə vəhşi heyvanlar da rahat yaşayır və hətta insan öz atasının qatilini görür və ona heç nə etmirdi. Yəni bu evin, o bölgənin hörmətinə görə, onu təzim etdiklərinə görə. Lakin Qureyş kafirləri haram bölgəsini əzab sahəsinə çevirmişdilər. 10 il ərzində onlar heç nə gözləmədən, yəni bu hörməti gözləmədən işgəncə verirdilər. Və onda Peyğəmbər sallallahu aleyhi və səlləm bilir ki, artıq Məkkə dəvət yeri deyil. Və onun üçün onun dəvətini qəbul edəcək başqa yer axtarmalı və onun sahabələrinə sığınacaq verən yer bir axtarmalı. Taifə çıxmaq istədiyi zaman, yəni ola bilsin orada öz istəyinə çatsın deyə ora çıxır və sahabələr də bunu bilirlər və onlar da qəlblərində yəni bir şövq var idi. Yəni Allaha ibadət edən bir yer olsun və orada Allaha şərik qoşmasınlar və həmin yerdə onlara heç bir əzab və çətinlik üz verməsin. Lakin bu arzular bir ilğım kimi parçalandı və Taif əhli də Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvətini geri qaytardı. Hətta səfihləri, onların səfihləri, kölələr Peyğəmbər sallallahu aleyhi və səlləmi daşladılar və onun ayaqlarını qanatdılar və Məkkəyə qayıdır. Məkkəyə qayıdır, dəvət dərdini, fikrini çəkərək, yəni kim ona bu işlə yardım edə bilər və həmçinin sahabələrin dərdini çəkirdi və onları kim qoruyacaq, kim sığınacaq verəcək və belə bir anda, belə bir şiddətli anda Cəbrail aleyhissalam ona yardımcı olaraq gəlir. Və deyir ki, fələm əstəfiq illə bi qarni səalib. Və elə fikirli getdim ki, ancaq qarni səalib deyilən yerdə özümə gəldim. Və başımı qaldırdım və başımın üzərində məni kölgələndirən bir bulud gördüm. Və baxdım, gördüm ki, Cəbrail aleyhissalamdır. Və mənə nida etdi, məni çağırdı və dedi ki, İnna Allah azze və cəllə qad səmiyə qavlə qavmikə lək. Allah Teala sənin qövmünün sənə olan sözünü eşitdi və sənə olan cavablarını eşitdi və sənə dağlar mələyini göndərib litə'murahu bimə şi'tə fihim. Yəni o dağlar mələyinə
öz qövmün haqqında istədiyini əmr edə bilərsən. Qalə fənədəni mələkul cibali və səlləmə aleyh. Və dağlar mələyi məni çağırdı və mənə salam verdi. Və sonra dedi ki, ya Muhammed, inna Allah qad səmiə qavlə qavmikə lək. Və dedi ki, ey Muhammed, Allah Teala sənin qövmünün sənə olan sözünü eşitdi və mən dağlar mələyiyəm. Və qad bə'əsən rabbuka ileykə li tə'murani bi əmrik. Allah Teala məni sənin üçün göndərib ki, istədiyini əmr edəsən. İn şi'tə ən utbiqa aleyhim əl-əxşəbəyn. İstəsən, yəni bu iki dağı onların üzərinə qapadım. Həqiqətən bu an dəhşətli bir andır. Yəni bu anda onların, Qureyş kafirlərin inatkarlığı da sona çıxa bilər. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm yəni izin versəydi, onlar dağın altında qalardılar. Yəni Əxşəbən Məkkədəki iki dağdır. Yəni iki dağı onların üzərini istəsən qapadım. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbi haqqında gözəl zəndə idi. Və qəlbinə məyusluq, ümidsizlik daxil olmamışdı. Və qövmünün hidayətinə də hələ ümid edirdi. Və burada Peyğəmbər sallallahu aleyhi və səlləm Allah haqqında gözəl zənnin ən gözəl nümunəsini çəkir. Ən şiddətli anda, dəvət yolunda. Və deyir ki, bəl arcu ən yuxricallah min aslabihim mən ya'budullaha vahdahu la yushriku bihi şey'a. Əksinə mən yəni ümid edirəm ki, Allah Teala onların belindən tək olan Allaha ibadət edən, Allaha heç bir şeyi şərik qoşmayan kimsələri çıxaracaqdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin zənni gerçəkləşdi. Yəni bir neçə ildən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm namaza təkbir gətirdiyi zaman arxasında Abu Cəhlin oğlu İkrimə, Umeyyənin oğlu Saffan, Utbə və Mu'tib, Abu Ləhəbin evladları Xalid ibn Valid, Amr ibn As və Abu Sufyan və həmçinin Muaviyyə radiyallahu anhum kəthir mimmən kən əbəv əmmətul küfr. Hansı ki onlardan bir çoxlarının ataları küfür imamları, küfür başçıları idi. Amma onların evladları isə İslamda nümunə oldular. Allah Teala qulların qəlblərini və həmçinin o bölgələri açdı, fəth etdi. Fəkən həulə və mən əmənə bi dəvətihim. Və bunlar və onların dəvətinə iman gətirənlər və həmçinin onlardan sonra qiyamətə qədər kim gələcəksə, hamısı Peyğəmbər sallallahu aleyhi və səlləmin səhifəsindədir, əməl dəftərindədir. Və bu da Allahın lütfüdür, istədiyinə bəxş edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbi haqqında zənnini gözəlləşdirdiyinə görə Allah Teala ona ümid etdiyindən daha böyüyünü verdi. Qureyş kafirləri və Taif əhlindən olanlar, Taifin kafirləri qəlblərini Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvətinə bağladıqları zaman Allah Teala başqa qəlbləri Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvətinə açdı. Cinlərin qəlbləri dəvətə açıldı. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm Vadin Nəxlə deyilən yerdə namaz qıldığı zaman yəni cinlərdən bir dəstəsi Quran dinləmək üçün onun yanına gəlir və Peyğəmbər sallallahu aleyhi və səlləmə iman gətirirlər. Allah Teala buyurur: "Və iz sarafna ileykə nəfəran minəl cinni yestemi'unəl Qur'an." Yəni cinlərdən bir dəstəsini sənin yanına yönəltdik. Onlar Qur'anı dinləyirdilər. Fələmmə hadaruhu qalu ansitu. Və gəldikdən sonra dedilər ki, susun. Fələmmə qudiyə valləv ilə qavmi munzirin. Və Qur'anı dinlədikdən sonra onlar öz qövmlərinə nəzir olaraq
qorxudan olaraq, xəbərdar edən olaraq qayıtdılar, döndülər. Və Allah Teala Qureyş Məkkənin qapılarını Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni üzünə bağladıkları zaman fələm yədxulə illə fi civar mut'in adi fətəhallahu cəllə tənəvü ələv əbvabə səməvat. Allah Teala ona göylərin qapılarını açdı və Peyğəmbər sallallahu aleyhi və səlləm 7-ci göyə qalxdı. Və ondan yuxarı da qalxdı və orada Allah Teala'nın böyük ayətlərini, nişanələrini, möcüzələrini gördü. Yəni Allah barəsində gözəl zəndə olmaq qəlb əməlləri içərisində ən uca əməllərdən biri, ən əzəmətlisi sayılır. Çünki bu qəlb ibadətlərindəndir. Fəhiyyətənşə fi qalbil mümin. Yəni insanın qəlbində gözəl zənnin yaranması Allahı tanımasından irəli gəlir. Allah Teala'nın adlarını, sifətlərini və feillərini bilməsindən irəli gəlir. Yəni müminin bu barədə elmi nə qədər artarsa və bir o qədər də Rəbbi haqqında zənni gözəl olar və bu elmdən payı nə qədər azalarsa və Rəbbi haqqında zənni də zəif olar və bəzən ümidsizlik halına çatar və bəzən də Allah qorusun, yəni pis zənnə düşənlərdən olar. Yəni İbn Qayyim rahimehullah Fəth surəsində keçən ayə haqqında deyir ki: "Və yu'azzibal munafiqina vel munafiqat vel müşrikina vel müşrikat az-zannin billahi zannas-sav." Yəni Allah Teala münafiq kişilərə, münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara əzab verəcəkdir. Allah haqqında pis zənn edənlərə. Yəni onların bu pis zənni, bu cahiliyyət zənni idi. Yəni onların cahilliyinə mənsub edilmişdir və haqsız yerə olan zənn idi. Yəni Allah Teala'nın gözəl adlarına və uca sifətlərinə yaraşmayan bir zənn idi. Və Allah Teala'nın hikmətinə, həmdinə və rububiyyətində və uluhiyyətində tək olmasına yaraşmayan bir zənn idi. Bunun əksi olan bir şey idi. Və sonra buyurur ki: "Və əksərun nəs yadunnun billahi qayrəl haqqi zannas-sav." Yəni insanların çoxu Allah haqqında haqsız zənn edirlər. "Və la yəstəmin zəlikə illə mən arafallah və əsma'əhu və sifətih." Və bundan yalnız kim qorunur? Allah Teala'nı, adlarını və sifətlərini bilənlər. "Fəmən qanata min rəhməti və isə min rauhi." Kim Allahın rəhmətindən ümid üzərsə, o insan artıq Allah barəsində pis zəndə olmuşdur. İbn Məsud radiyallahu anhu deyir ki: "Əkbarul kəbairu el-işraku billah." Günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Və Allahın məkrindən əmin olmaq, arxayın olmaq, "Vel-qunutu min rahmetillah." və Allahın rəhmətindən ümid üzmək, məyus olmaqdır. İzz ibn Abdüssalam rahimehullah deyir ki: "El-ya'su min rahmetillah huwa istisgaru li sa'ati rahmeti azza ve celle ve mağfirati." Allahın rəhmətindən ümid üzmək, Allah Teala'nın rəhmətinin və məğfirətinin genişliyini balacalaşdırmaqdır. Və bu da böyük günahdır. Və tadiqun li fadai rahmetihi. Yəni Allah Teala'nın rəhmətinin fəzasını yəni daraltmaqdır. Allahın rəhmətindən ümid üzmək azmışların, dallinlərin sifətlərindəndir. Qalə və mən yaqnatu min rəhməti rabbihi illə dallun. Rəbbinin rəhmətindən yalnız azmışlar ümid üzərlər. Və həmçinin bu kafir qövmlərin sifətlərindəndir. Və la teyəsu min ravhillah. Yaqub aleyhissalam evladlarına deyir ki, Allahın rəhmətindən ümid üzməyin. İnnehu la yeyəsu min ravhillahi illəl qavmul kafirun. Allahın rəhmətindən yalnız kafir qövmlər ümid üzər.
Və pisləndə olmaq münafiqlərin və müşriklərin sifətlərindəndir. Necə ki, ayədə keçdi. Və yu'azzibul munafiqina vel munafiqat vel müşrikina vel müşrikati zanninə billahi zannəs-səv. Yəni Allah Teala Allah barəsində pisləndə olan münafiqlərə, kişilərə, qadınlara, müşrik kişi və qadınlara əzab verəcəkdir. Və mömin isə bütün bunların hamısından uzaqdır. Əksinə o, Rəbbi barəsində gözəl zəndə olan kimsələrdir. Nə qədər sıxıntılar şiddətli olsa da və bəlanın, müsibətin müddəti nə qədər uzun olsa da, necə mömin Rəbbi haqqında gözəl zəndə olmasın. Hər gün 17 dəfə ona xatırladır ki, Ar-Rahmanir-Rahim. Allah Teala Ar-Rahman-Rahimdir. Yəni Fatihə surəsini 17 rəkatın 17-sində də oxuyur. Və üstəlik nafilə namazlarda da oxuduğu zaman bunu xatırladır. Və insan qəlbinə nə qədər məyusluq daxil olmaq istədiyi zaman, yəni bu ayəni oxusun. Və həmçinin necə mömin Rəbbi barəsində zənnini gözəl etməsin və o bilir ki, Allah Teala'nın rəhməti hər şeyi əhatə etmişdir. Və Allah Teala'nın rəhməti qəzəbini qabaqlamışdır. Necə ki, Allah Teala buyurur, və rəhməti vəsiət kullə şey. Mənim rəhmətim hər şeyi əhatə etmişdir. Və həmçinin mömin bilir ki, kətəbə rabbukum alə nəfsihir rəhmə. Allah Teala öz üzərinə rəhməti, mərhəməti yazmışdır. Və həmçinin bilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur, ləmmə qadallahu'l xalqa kətəbə kitabən. Yəni Allah Teala məxluqatı yaratdığı zaman, yəni kitab yazır, fəhvə mevdu'un indəhu fəvqəl arş. O, ərşin üzərində, onun yanındadır. İnnə rəhməti səbəqət qadabi və mənim rəhmətim qəzəbimi qabaqlamışdır. Və həmçinin mömin Rəbbi barəsində necə gözəl zəndə olmasın ki, və o bilir ki, Allah Teala'nın elmi hər şeyi əhatə edib. Rabbənə vəsi'tə kullə şeyin rəhmətən və ilmə. Ey Rəbbimiz, sən hər şeyi rəhmətin və elminlə ehtiva etmişsən, əhatə etmişsən. Yəni göylərdə və yerdə zərrə qədər heç bir şey kənarda qala bilməz. Fəhvə cəllə şənu ya'ləm bi sıdqı təvbəti təibin. Allah Teala tövbə edənlərin sadiqliyini, doğruluğunu bilir və bunu qəbul edir. Fəulaikə yətubullahu aleyhi və kənəllahu alimən həkimə. Allah Teala onların tövbəsini qəbul edəcək və Allah Teala hər şeyi bilən və hikmət sahibidir. Və Allah Teala sıxıntıda olanların sıxıntısını bilir və onu qaldırır və buyurur ki, əmmən yucibul muddarra izə də'ahu və yəkşifussu. Əli hər yerdən üzülüb darda qalanın sıxıntısını aradan qaldıran kimdir? Və həmçinin Allah Teala ehtiyac sahiblərinin dualarını bilir, o ona cavab verəcəkdir. Cavab verir. Və izə sələkə ibadi anni. Qullarım səndən məni soruşsalar, fə inni qarib, mən onlara yaxınam. Ucibu da'vətəd da'i izə da'an və dua edənin duasını dua etdiyi zaman qəbul edirəm. Və həmçinin Allah Teala məzlumların duasını qəbul edir, bilir və onlara yardım edir. İlahi hədisdə Allah Teala buyurur ki, və izzəti və cəlali ənsurannəkə vələv bə'də hin. Mənim izzətimə, cəlalıma and olsun ki, sənə mütləq yardım edəcəyəm, müəyyən vaxtdan sonra olsa belə. Və həmçinin mömin necə Rəbbi barəsində gözəl zəndə olmasın ki, və o bilir ki, Allah Teala'nın məşiyyəti, yəni istəyi keçərlidir. Və Allah Teala'nın qüdrəti hər şeydən üstündür. Yerdə və göydə heç bir şey Allahı aciz qoya bilməz. Allah Teala bir şey istədiyi zaman ona ol deməklə o dərhal olur. Və necə ki, bəla bir anda baş verir və onun da qalxması bir anda Allahın qüdrəti ilə olur. Və həmçinin mömin necə Rəbbi barəsində gözəl zəndə olmasın ki, o ilahi hədisi bilir, ənə ində zanni abdi bi, mən qulumun mənə olan zənni yanındayam. Yəni insan bilməlidir ki, o Allahla necə olarsa, Allah Teala da onunla o cür olar. Və buna görə insan xeyirlə sevinməli və sən Allahla ol ki, Allah da səninlə olsun. Və mömin insan Allahın adlarını, sifətlərini, feillərini bilir
və bu da insanda Rəbbi barəsində zənnini daha da gücləndirir. Və bütün qeyd olunanlar bu Allah Teala'nın ad və sifətlərinin, feillərinin mənaları haqqında dənizdən bir damladır. Və Allah barəsində gözəl zəndə olmağın böyük səmərələri vardır. Birincisi, duaların qəbul olunması, sıxıntıların aradan qaldırılması, tövbələrin qəbul edilməsi və savabların, yaxşı əməllərin savabının verilməsi. Və həmçinin insan gözəl zəndə olduğu zaman təvəkkül güclü olur, qətiyyətli olur, irəli addım atır və nikbin olur, gözəl arzular içərisində olur. Və həmçinin insanın sabit olması, mutmain olması, razı qalması və müminin qəlbində səadətin hasil olması. Tənfi anil qalbi əl-qunut min rəhmətil və həmçinin bunun səmərələrindəndir ki, insanın qəlbində olan ümidsizliyi aparır və pis zənni qaldırır.